tərkibindəki sərfi müəyyənləşdirin. Dindirilmişdir sözümüzü yazırıq birinci. Dindirilmişdir. Sərfi istədiyindən kök və şəkilçi yaradırıq. Burada sözün köküdür, dinməç olur. Dindirməç, buna görə magmək qoya bildiyimizə görə leksik. Dindiril olduğundan magmək qoya bildiyimizdən bu da leksikdir. Mış zamandır. Zamandan sonra da d gəldiyindən bu idi sayılır. Daha sonra variantlara baxaq. Deyək ki, sözün kökü feildir. Dinməç bu feildir, düzdür. Amma bizdən sərf istəyir. Qayıdış növdədir. Şəkilçi var, lakin öz üzərində görülmədiyindən, başqası tərəfindən olduğundan qayıdış deyil. Daha sonra xəbər şəklindədir. Xəbər şəkli zaman var deməkdir. Bu zamanımız var. Buna görə də xəbər şəklidir. Cavabımız C deyildir. Onu da səhv edilməyəm, çaşdım. Bizdən yanlışı istədiyindən cavabımız C variantıdır. Daha sonra hissəci ilə işlənmişdir, ide işlənib və təsdiqdədir. Mar şəkilçisi və yaxud deyil olmadığından təsdiqdədir. Bizdən də səhv cavabı istədiyinə görə, ona görə də cavabımız nə oldu? B variantı. Çünki biz orada yazdıq ki, qayıdış növdədir. Qayıdış növü olması isə yanlışdır. Çünki dindirildikdə kimsə tərəfindən dindirilir. Əslində izahı düz verdin, amma variant olaraq səhv qeyd etdin. Bəli, cavabımız B variantıdır.